Ekoloji fəallar artıq 6 gündür ki, gecən-gündüz fasilə vermədən burada şüarlar səsləndirirlər və böyük əzm nümayiş etdirirlər. Artıq bugün aksiyanın 6-cı günüdür. Biz dünəndən burada Stop Ekoterror adlı bir flash mob hazırladıq şamlardan. Təbii ki, biz dinc aksiyanı keçirdirik. İstər burada qar yağsın, istər soğuğun olsun, biz haqqımız olanı almayınca heç yerə getməyəcəyik. Bizim məqsədimiz monitorinq keçirtmək və bizim istismar altında olan mədənlərimizin monitorinqidir. Biz öz iddiamızda durmuşuq, davam eləyəcəyik, düz bizim məqsədimizə çatanacan. Bu tələblərimiz yerinə yetirilənə qədər biz buradayıq və bu tələblərə nail olacağıq. Faydalı qazıntılarımız istismar olduğu üçün bu aksiya keçirilir və biz tələbimiz budur ki, bu istismara son qoyulsun. Tələbimiz də ondan ibarətdir ki, Azərbaycan suveren torpaqlarında Azərbaycana məxsus yeraltı və yerüstü sərvətlərin qanunsuz istifadəsinin qarşısının alınması və qanun istifadəsinə son qoyulması, həmçinin bu son qoyulma ilə bağlı da beynəlxalq ölkələrin diqqətinə çatdırmaq və birlikdə axıra qədər, sona qədər, neçə gün, neçə müddət çəkməsindən, havanın şəraitindən asılı olmayaraq burada olub öz aksiyamızı uğurla yekunlaşdırmaqdır. Bugün də Rusiya sülh məramlarına məxsus avtomobillər Xankəndi-Laçın yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət ediblər. Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülh məramlarına məxsus daha 3 təminat avtomobilinin aksiya keçirilən məkandan maneəsiz keçməsinə şərait yaradılıb. Bu bir daha onu göstərir ki, aksiya humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə maneə törətmir. Ötən axşam ekoloji terrora son şüarı ilə flaşmob keçirən fəallar etirazlarını bu gecə də davam etdirəcəklərini bildiriblər. Azərbaycan ayaqdır, sərvətinə dayaqdır. Ekoloji cinayətə son! Ekoloji cinayətə son! Ekoloji cinayətə son! Ekoloji cinayətə son! Aksiyamız genişlənərək davam edir, amma tələblərimiz isə dəyişmir. Tələblərimiz birdir, hansı ki ekoloqlarımız Xankəndində mövcud ekoloji vəziyyəti qiymətləndirmək üçün monitorinq aparmalıdırlar və bu monitorinq baş tutmayana qədər bizim aksiyamız davam edəcək. Ruslan Həsənov, Rauf Məmmədov, Tofiq Ağayev, Elşad Heydərov, Rüstəm Mikayılzadə, Vüsal Qaraca, AzTV xəbər.